Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump sülh məramlı müşahidə missiyası çərçivəsində Qəzza sektorunda Türkiyəli hərbiçilərin yerləşdirilməsini məqsədə uyğun hesab edir. Trump bu barədə öz iqamətgahında İsrail Baş naziri Benyamin Netanyahu ilə görüşündə danışıb. Trump Türkiyə prezidenti Rəcəb Tayyip Erdoğanla münasibətlərin də əla olduğunu vurğulayıb. Biz bunu müzakirə edəcəyik. Düşünürəm ki, yaxşıdır. Türkiyə əla olub və mənim fikrimcə Erdoğan da əladır. Mənim üçün o həmişə yaxşı bir lider olub. Ağ Ev rəhbəri Fələstin anklavında sülh məramlarının yerləşdirilməsi məsələsinə münasibət bildirərkən Türkiyə və onun dövlət başçısı haqqında olduqca xoş sözlər səsləndirib və bunun da nəticəsində Türkiyə ordusunun gələcəkdə Qəzzada sülhün və atəşkəsin əldə edilməsi proseslərində Türkiyə ordusunun da iştirakı ilə bağlı məsələlərə də toxunub və bunun lazımlı olduğunu da dilə gətirib.